44 günlük 2-ci Qarabağ müharibəsində Vətən müharibəsi əlilləri səngərdə can verib ayaqda qalan iradənin simvoluna çevrildilər. Onlar təkcə yaralı bədənləri ilə deyil, sarsılmaz ruhları ilə də zəfərin daşıyıcıları oldular. Hər yara bir qəhrəmanlıq, hər susqunluq bir fəryadsız qürur idi. Onlar döyüş meydanından geriyə yalnız iz qoymadılar, həm də bütöv bir millətin yaddaşına həkk olundular. Belə qəhrəmanlarımızdan biri də Vətən müharibəsi əlili Məmmədov Bəxtiyar Fəxrəddin oğludur. O 1 yanvar 1994-cü ildə Ağdaş şəhərində anadan olub. O 2000-ci ildə Xətai rayon 98 sayılı orta məktəbin 1-ci sinfinə gedib. 2011-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2015-ci ildə akademiyanı bitirərək Lənkəran rayonunda yerləşən en sayılı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Əskərliyi bitirdikdən sonra Sokarda mühafizəçi kimi çalışıb. Bəxtiyar Məmmədov 2-ci Qarabağ müharibəsinə könüllü olaraq yollanır. O, Füzulinin, Cəbrayılın, Hadrutun azadlığı istiqamətində gedən döyüşlərdə iştirak edir. Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə xəsarət alan Bəxtiyar Məmmədov döyüş zonasından çıxarılır. Bəxtiyar 2020-ci il oktyabrın 6-sında yenidən ön cəbhəyə qayıdır. Bəxtiyar Məmmədov noyabrın 8-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanır. Hazırda 3-cü dərəcəli Vətən müharibəsi əlilidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəxtiyar Məmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Xocavəndin azad olunmasına görə medalı ilə təltif edilib. O, həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunub.